Salam əziz dostlar, salam əziz tamaşaçılar, xoş gördük. Bugün studiyamızın qonağı TAT Milli Hərəkatının faal üzvlərindən biri olan əziz qardaşımız, hal-hazırda Almaniyada mühacir həyatını sürən Nicat İmrandır. Salam olsun sizə Nicat qardaş. Hər vaxtınız xeyir, sizə də salamlayıram, əziz dinləyicilərimizə salamlayıram. Çox sağ olun. Nicat qardaş, suallara keçək. Bugün sizinlə bir neçə sualları mən sizə onları ünvanlayıb və sizlərdən cavab almaq istəyirəm. Məsələ bizim regionda, xüsusilə birbaşa bizim tarixi vətənimiz olan, Azərbaycanla bağlı olan, bizim regionumuzla bağlı olan məsələlərdir. Bildiyiniz kimi Erdoğan Şuşaya gələcək, yəni Şuşaya səfər eləyəcək və o elan edib ki, Şuşada Azərbaycanın prezidenti İlham Əliyevlə çox mühüm bir müqavilə imzalayacaq. Belə bir xəbər yayılıb və insanlar əlbəttə ki, bununla çox maraqlıdırlar və soruşurlar, bizdən də soruşurlar. Mən istərdim ki, siz bir həm siyasi ekspert kimi, həm də özünüzün bir dəsti xətti olan adam kimi, həm də regionda maraqlı olan bir millətin nümayəndəsi kimi bu barədə özünüzün izahatını verəcəksiniz. Bu səfər necədir, necə baş tutub və doğrudanmı belə bir müqavilə imzalandığı gözlənilir və bu müqavilə nədən ibarət olacaq? Buyurun. Təşəkkür edirəm dəvətiniz üçün. Təbii ki, bu məsələ həmçinin mənə də narahat edir müəyyən mənada maraqlı da gəlir bu məsələ. Çünki özünüz qeyd etdiyiniz kimi maraq qruplarından birisi də həm sizin xalqınız, həm bizim xalqımızdır və öz tarixi vətəndə yaşayan bir xalqların nümayəndəsi olaraq imzalanacaq istənilən qərar, istənilən müqavilə bu bizim də gündəlik həyatımızda öz təsirini göstərə bilər və göstərəcəkdir təbii. Qaldı ki, hansı bir müqavilə imzalanır burada? Mən əvvəlcə bildirmək istəyirəm ki, Erdoğanın personasına, onun siyasi fəaliyyətinə, onun bu müddət ərzində, fəaliyyət göstərdiyi müddət ərzində, siyasi cəhətdən fəal olduğu müddət ərzində, həmçinin Türkiyənin dövlət başçısı qismində onun, əgər ki, belə bir bioqrafiyasına baxarsa, görə bilərik ki, Erdoğan olsa meyilli bir insan. Yəni, ortada heç bir şey olmadan belə, loru dildə desək, qarşıdan söz düzəltməyi belə çox gözəl bacarır. Və daha sonradan bunu belə deyək də, bu gözləntilərə cavab vermədikdə insanlar ola bilsin ki, çox böyük bir şeylər gözləyəcəklər bu müqavilədən. Çox kiçik bir şey olacaq və təbii ki, bunu sorğulamağa başlayacaqlar. Bəs siz demişsiniz ki, böyük bir şey olacaq. O da çox gözəl interpretasiya etməyi də bacarır. Yəni, Erdoğanda bu qabiliyyət var. Ona görə də dəlil bir şey demək təbii ki, çətindir. Mən açığı gözləmirəm ki, burada çox mühüm və çox böyük bir sənəd imzalanacaq. Bu böyük ehtimal ola bilsin ki, viza məsələlərlə bağlı olsun. Biz bilirik ki, artıq yəni ki, iki ölkə arasında vizalar onsuz da götürülüb. Aradan hər iki ölkələrin vətəndaşları bir-birlərinə şəxsiyyət vəsiqəsilə, daxili sənədlə səfər edə bilirlər. Ola bilsin ki, qalma müddətlərini uzatsınlar bu barədə və yaxud da ki, iş icazəsinin alınması ilə bağlı müəyyən sadələşdirilmələr həyata keçirilsin. Burada ola bilsin ki, belə deyək, vergilərlə bağlı və yaxud da ki, gömrüklə bağlı böyük bir sənədlər imzalana bilər. Gömrük rüsumlarını aradan götürə bilərlər. Belə bir şey ola bilər. Bununla yanaşı ehtimal edilə bilər ki, Qars, Iğdır, Naxçıvan və Məğrib koridorundan keçmək şərti ilə Azərbaycanın digər ərazilərindən birləşəcək bir dəmir yolunun və yaxud da ki, magistral yolun çəkilməsi ilə bağlı müqavilə imzalana bilər. Və gələcəkdə ola bilsin ki, Bakıdan İstanbula və ya Ankaraya, Gəncə şəhərlərinə hansısa səfərlər, yəni ki, regular şəkildə təşkil olunsun. Çünki hal-hazırda mən bildiyim qədərilə baxmayaraq ki, Bakı
Bakı-Tbilisi-Qars dəmir yolu xəttə yəni ki, çəkilib. Əslində qalsa Bakı-Tbilisi-Qars buna demək biraz çətindir, çünki dəmir yolu onsuz da Axaltalakiyə qədər var idi. Bu Axaltalaki ilə Qarsın arasında çəkilmiş dəmir yolu xətti idi. Sadəcə olaraq yəni o dəmir yolunun o qədər effektivliyi yoxdur. Qars şəhəri hər hansısa bir cəhətdən nə iqtisadi, nə turizm, nə bir başqa bir tərəfdən əhəmiyyəti yoxdur o qədər də. Bunu əgər ki, belə deyində, Qarsı bağlamasalar hansı əsas şəhərlərə, təbii ki, bu layihə mənasızlaşır. İndi biz bilirik ki, bu aktuallaşır koridor məsələsi, zəhmətdir və istədiklər. Həmin ərazidən keçəcək koridor məsələsi ola bilsin, bununla bağlı bir müqavilə imzalansın. Belə bir şey gözlənilə bilər. Gözləntilərin sadəcə olaraq bundan ibarət. Yəni, bir şey bu haqda biraz demək çətin məsələ. Ancaq Ərdoğanın Şuşaya gəlməsi, yəni orada müqavilənin imzalanması məsələsi bir tərəfdə, sadəcə Ərdoğanın özünün person olaraq Şuşaya gəlməsi öz böyük bir hadisə. Və bu əslində sadəcə olaraq bir səfər deyil, bu mesaj verilməsidir. Bu həm Rusiyaya verilən mesajdır, bu həm Ermənistana verilən bir mesajdır, həm İrana verilən mesajdır. Çünki biz yaddan çıxartmamalıyıq ki, Ərdoğan Bakıda olanda hərbi parad zamanı Arazı ayırdılar, nə bilir, doyurdular və sarıqlar, yəni ki, şehrini söyləmişdi orada. Və bu haqlı olaraq ciddi şəkildə İran tərəfinə ehtirasına səbəb olmuş. Çünki başqa bir dövlətin başçısının, digər bir dövlətin ərazisində hərbi parad zamanı belə bir ifadənin işlətməsi, bu digər bir dövlətin ərazi sözünün pozulmasıdır. Yəni, bu yol verilməz bir şeydir. Azərbaycan tərəfi bunu ola bilsin ki, belə deyimdə, yenə də uğra bildirsə, bağlamağa çalışsa da, buna hər hansı bir şəkildə bəraət verməyə çalışsa da, don giyindirməyə çalışsa da, xüsusən də ki, sadə vətəndaşların sosial şəbəkələrdə yazdıqlarında bir baxda, bu siyasi cəhətdən heç də politikadət bir addım deyil. Çünki Azərbaycan Respublikasının vətəndaşları da xüsusilə də burada fikir formalaşdıran insanlar və əl-əl burada dövlət rəsmiləri birdəfəlik qərarlaşdırmalıdırlar. Onlar nə istəyir? Onlar üçün ərazi tövbiyi vacibdir, yoxsa tarixi məsələlər vacibdir? Əgər tarixi məsələlər vacibdirsə, bu hansı dövrdən götürülür, hansı xərcələrə əsasən götürülür? Əgər ki, siz bugünkü belə deyildə, siyasi cəhətdən əgər ərazi tövbiyi və sarılaq etmişliyinə hərəkət edərək Dağlı Qarabağı istəyirsinizsə və ya istəyirdinizsə, bilmirəm. Yəni ki, məqsəd bu idisə, yəni keçən illərə aparılan müharibədə, o halda siz digər dövlətlərin də ərazi tövbiyinə hörmətlə yanaşmalısınız. Yox, əgər ki, siz tarixi, belə deyək, hansısa bir, belə deyək, o tarix də kifayət qədər mübahisəli bir tarixdir, yəni bununla da bağlı kifayət qədər danışmaq olar. O mübahisəli tarix olmasına baxmayaraq, onunla hərəkət etmək istəyirsinizsə, onda ermənilərin niyə İraq tutursuz? Onların da özlərinə görə yəni tarixləri var və o tarixi həqiqətdən yola çıxaraq nəsə tələb edirlər. Yəni, başqası eləyəndə olmaz, amma mən eləyəndə olar prinsipi bu qeyri-ciddi şəkildə dünya tərəfindən qəbul olunur. Yəni, istənilən halda bu qəbul edilməz bir şey. Belə addımlara ancaq Okeaniyada da ada dövləti olan dövlətlər ata bilər. Bunu bəlkə də Afrikadakı qəbilələr bəlkə də eləyə bilər, bu addımı ata bilər. Ancaq ki, Azərbaycan Respublikasının yerləşdiyi kifayət qədər müşkül geosiyasi mövqeyə sahib ölkələrin heç bir halda belə bir addımlara atması, yəni başdan sonra yəni hansısa bir bəyanatlar səsləndirməsi, fikirlər səsləndirməsi qəbul edilməz və yol verilməz. Çünki əks halda bunun cəzası çox ağır şəkildə verilə bilər və mənə gəlir ki, heç kəs bunu istəməz Azərbaycanda belə olur. Çox sağ olun. Nicat qardaş, siz viziya məsələsinə toxunanda sözün doğrusu mənim fikrimə bir sual da gəldi. Bu qısa bir sualdır. Bildiyiniz kimi, məsələn, Azərbaycan dövləti, belə deyək ki, ana müxalifət sayılan Əli Kərimliyə, hər halda belə sayılır da, xarici pasport vermir, ondan ötürü ki, o xaricə getməsin. Yəni, bilirsiniz də bunu. Hər halda onun daxili pasportu olar da, yəni daxili pasportu var da, yəni şəxsiyyət vəsiqəsi.
Əgər viza ləğv olunarsa, belə çıxır ki, onda Əli Kərimli üçün artıq Türkiyə açıq olur da, gedə bilər də. Necə bilirsiniz? Yoxsa onun üçün xüsusi qanun qəbul edərlər? Bilirsiniz, sualınızda iki hissə var, iki dənə iradə bildirəcəyəm. Birinci məsələ ondan ibarətdir ki, Azərbaycanda nəinki Əli Kərimli və ya bir başqası, nəinki ana müxalifət, ümumiyyətlə müxalifət eləmişik. Bu birinci məsələ. Azərbaycanda sadəcə olaraq belə deyək, iqtidar və müxalifətin fərqi olmalıdır. Yəni, bu fərqli bir ideya götürüb qoymalısan ortada. Məsələn, iqtidar hər hansısa bir yolla gedir. Belə deyək, sən də ona ya ideoloji cəhətdən müxalif olursan. Misal ki, məsələn, iqtidarda olan liberal bir partiyasıdır. Sən kommunist partiyasısan. Təbii ki, sən artıq müxalifətdə olacaqsan. Ondan koalisiyada olmayacaqsan. Və yaxud da ki, bu və ya digər məsələlərlə bağlı tamamilə fərqli bir ideyalar. Təbii ki, müəyyən məsələlərdə mövqelərin üstə çıxması normal bir şey. Ancaq ki, məsəl üçün, Azərbaycanda da götürüşü iqtidarı və müxalifətdə olan onlarla, belə deyil, rəsmi olaraq onlarla partiya var. Yəni, 3 nəfər, 5 nəfər yığılır partiyalar. Əgər ki, bütün bunları da hamısını hesablasaq, onların arasında heç bir ideoloji bir fərq yoxdur. Yəni, hamısı bir-birinin, yəni ki, belə, sadəcə olaraq orada davamının üzərində gedir. Yəni, niyə sən iqtidarda varsan, amma mən yoxam? Və ya da daha dəqiq desək, yəni, niyə sən dövlət büdcəsindən talan edərək, yenə də biraz belə deyil, o xalq dilindən istifadə edək, niyə sən yeyə bilirsən, mən yeyə bilmirəm dava. Orada başqa bir dava yoxdur. Bir də nisbətən təbii ki, 93-cü ilin o kini qalır ki, biz atmalıyıq ki, iqtidarı öz əlimizdən təhlil edir. Yəni, bunu özlərinə bağışlaya bilmirlər və bu gedir müxalifətlə. Bu birinci məsələ. Qaldı ki, o dediyimiz sualın özünün tərzinə açığı bu haqda mən heç düşünməmişdim. Səmimi etiraf edəsən, yəni bu mənim üçün biraz belə qəribə bir sualdı. Bilirsiniz, Əli Kərimli Türkiyəyə getdi tutalımdı və sonra Uzaqbaşı məsəl üçün gedə bilər, orada Qazi Universiteti var Ankara'da və Ərciyəş Universiteti var Türkiyədə. Bütün günü yəni məsəl üçün özləri üçün, nə bilim, İranı bölsünlər, İraqı parçalasınlar, nə bilim, Rusiyanı vursunlar, nə bilim, eləsinlər, belə boş-boş şeylərlə məşğul, boş-boş seminarlar keçirməklə, dəyərli maçlar keçirməklə məşğul. İndi məsəl üçün Türkiyədə biz bilirik ki, dərsə edəsində nədir, yəni, təbii ki, yəni ki, Azərbaycanda bu milli məsələlərlə bağlı olan bütün bu biabırçı vəziyyətin arxasında təbii ki, Türkiyədə yəni. Türkiyənin özünün, belə deyim də, Azərbaycana ixrac etdiyi bu faşist ideologiyadır. Ancaq ki, mən bunu tam səmimiyyəti ilə deyirəm və tam məsuliyyəti ilə deyirəm. Hətta Türkiyənin özündə belə, məsələn, Ege Universiteti var və yaxud da ki, Boğaziçi Universiteti var. Onlar belə hətta, yəni ki, belə deyir də, o Azərbaycan və Türkiyə tərəfindən uydurma tarixi olsun, nə bilim, özlərindən uydurma etnografiyalar olsun, bunu ciddi şəkildə qəbul edilməsidir. O, boş-boş, diz-diz, mənasız hər hansı bir bəyanatlar səsləndirər. Nəinki həmin universitetin içərisində kəndlərine belə baxılır. Yəni, ona görə də siz orada da biraz vəziyyət təbii ki. Əli Kərimlinin də yəni gedib orada uzaqbaşı həmin o boş-boş məclislərdə iştirak eləməkdən o tərəfə nəsə bir şey gözləmirəm. Belə də ki, yəni, qabağa qoymaq istəyə qoyacaq. Yəni, siz Azərbaycan Respublikasında vəziyyət budur ki, yəni, bir qrup belə deyil də, cani, bir qrup cinayətkar dəstə, o cinayət məcəlləsində qeyd olunur, bizdə bu mütəşəkkil cinayətkar dəstə. Bax, bu ifadənin demək olar, yəni ki, Azərbaycan iqtidarı üçün. Yəni, istədikləri qərarı, yəni ki, kartel qanunları və yaxud da ki, bu mafiya qanunları ilə verə bilirlər. Yəni, onun lazım gəlməsi onu qatacaq, lazım gəlsə qatacaq. Orada xüsusi, sadəcə olaraq bunu belə deyəndə, onun gedib getməməsini işitməyinə dəyməz. Yəni, onu Əli Kərimli olsun və digərlər olsun. Onların o axmaq fikirləri ki var, onların o faşist fikirləri ki var. Onu o 6 kvadrat metrlik otağı ki var oturur, yəni ki, belə deyəndə, öz danışdıqca da hissənir hətta. Yəni, o danışığı Bakıda da edirlər və yaxud da gedib o artı dəyirmaçılarında da edirlər. Xüsusi dəyişən bir şey yoxdur. Yəni. Sağ olun. Birazdan sonra seçkilərdən sizdən soruşaram. Yəni, seçki barəsində də mən sual hazırlamışam sizin üçün. Beynimdə fırlanır o suallar. İndi isə əlbəttə ki, bu seçkilərə aid bir sual da olsa, istərdim ki, Ermənistan hərbiçilərinin Azərbaycan tərəfində ki, onlar
Azərbaycan tərəfi onlara diversant deyir, ermənilər əsir deyir. Ümumiyyətlə, dünya əsir kimi qəbul edir. Əlbəttə ki, bunların arasında olan bu terminləri necə adlandırmaqla işimiz yoxdur. Burada söhbət insan həyatından gedir və bunun müqabilində onlar 15 hərbiçi qaytarıblar, Ermənistan hərbiçisini qaytarıblar Ermənistana və bunun müqabilində Ermənistan tərəfi səhv eləmirəmsə Ağdam demək istiqamətində olan minalanmış yerlərin xəritəsini yol olaraq qaytarıblar, veriblər, təqdim ediblər. Bu cür məsələlər var ortalıqda. Mən istərdim ki, bu barədə də yəni öz fikrinizi bildirəsiniz. Sizin şəxsən fikriniz necədir bu hərbiçilər barəsində? Deyirlər orada yenə də o hərbiçilər var, onlar artıq gözlənilir onların azad edilməsi və bax bu cür bu sualın cavabını sizdən gözləyirəm. Buyurun. Birinci məsələ odur ki, belə hərbiçilərin Azərbaycan tərəfindən götürülməsi, yəni Ermənistan tərəfindən, ya da milliyyətcə belə deyək, erməni olan hərbiçilərin Azərbaycan tərəfindən götürülməsi və yaxud da ki, ola bilsin ki, gələcəkdə hətta ermənilər və yaxud da Ermənistan rəhbərliyi Azərbaycandan kimsə götürmüş olsun belə. Bu gözlənilən bir şeylərdir, bu çox normal bir şeydir. Normal dedikdə bu təbii ki, qəbul edilməz bir şeydir, istər Azərbaycan tərəfi, istər Ermənistan tərəfindən olsun, fərq etməz. Çünki burada insan həyatı məsələsi var ortalıqda və hər iki tərəfə aid edilərək bu deyilə bilər ki, onlarla belə deyində tamamilə beynəlxalq konvensiyaların nəzərdə tutduğu qaydada rəftar olunacağı ilə bağlı ciddi sual var. Çünki belə deyim, istər müharibə dövründə, istər müharibədən sonra belə deyim, əsir götürülmüş və yaxud da ki, ələ keçirilmiş hərbiçilərlə, həmçində mülki vətəndaşlarla, yəni orada fərqli qoyulur təbii ki, beynəlxalq konvensiyalara uyğun olaraq, konkret olaraq müddəalar var ki, bax, bu şərtlərə cavab verilməlidir olan yaşadıqları şərait, onu götürmüş dövlət, rəqib tərəfdən kimsə götürmüşsənsə, hansı şəraiti yaratmalısan və s. var. İstər Azərbaycan tərəfi olsun, istər Ermənistan tərəfi olsun, müharibə dövründə və təkcə bu son müharibə yox, bundan əvvəlki hadisələrdə baxsaq, əslində heç bir tərəf belə bir şəraiti yaratmır. Və ümumən də götürək, nəzərə alsaq ki, hər iki ölkədə olan atmosferi, təbii ki, onlarla bağlı ən azından psixoloji belə təqib olması və s. baxır. Ən azından hətta bu qəsdən olmasa belə, yəni bir anlıqdan düşünün ki, siz uşaqlığınızdan belə bir nifrətlə böyüdülmüş və yaxud da ki, daima televizordan eşitirsiniz ki, siz müharibə gedir, əsir götürüldü, öldürüldü, nə bilim, boğuldu və s. Yəni siz həmin tərəfə əsir düşmüş hal-hazırda. Bu təbii ki, sizin üçün böyük bir psixoloji bir təzyiq olacaq. Fərqi yoxdur bu Azərbaycan tərəfdən, yoxsa Ermənistan tərəfdən. Ona görə də belə deyək, burada insan həyat məsələsidir. Ancaq ki, bu normaldır ki, belə əsirlər bundan sonra da götürülür. Buna hazır olmalıdır hər iki tərəf. Çünki ən azından bunu göstərirlər ki, biz Azərbaycan tərəfi bunu gah 8 noyabr deyir, gah 10 noyabr deyir, əslində 9 noyabr tarixinə aiddir və müqavilə də deyil, o bəyanatdır. Bunu da bir daha da deyirəm, bundan əvvəl desəm, görüşlərimizdə də mən bunu demişdim bir dəfə. Bu 9 noyabr bəyanatı ki var, həmin bəyanatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ya Qarabağ hal-hazırda ermənilər yaşayan hissəsindən çıxıb getməlidir. Ancaq məsəl üçün ki, burada Dağlıq Qarabağ özünün müdafiə dəstələrinin çıxıb getməsinə bağlı heç bir müddəa yoxdur. Yəni, orada tamamilə sükut var. Orada nə hə deyilir, nə yox deyilir, nə çıxıb getsin, deyilir, nə qalsın, heç bir şey yoxdur. Yəni Ermənistan silahlı qüvvələrinin rəsmi olaraq belə deyil, birləşmələri çıxıb gedir, amma qalan qalıb orada və belə deyim, onlar tərəfindən də kimsə əsir götürülə bilər. İstər Azərbaycan tərəfi onlardan kimsə əsir götürülə bilər və yaxud da ki, tamamilə əksinə də müəyyən hadisələr ola bilər və yaxud da ki, biz bilirik ki, Azərbaycan və Ermənistan sərhəddində belə deyil və yaxud da təmas həddində deyil, müntəzəm olaraq problemlər yaşanır və bu problemlərdə indi bir dəfə Azərbaycan götürsə, qarşıda ola bilər ki, heç bundan şuurtalanmıyor ki, yəni ki, onlar Azərbaycandan kimsə götürüləcək. Ola bilər yəni belə bir şeylər olur.
Yəni deməyim odur ki, hazırlığı olmaq lazımdır və bu normaldır. Normal, yəni bu gözlənilən mənasıdır. Yəni normal, bu gözlənilən bir şey. Bu birinci məsələdir. İkinci bir məsələ budur ki, 15 nəfər təhsil verilib. Bu hansı kateqoriyaya uyğun olaraq insanlar orada seçilirlər, məhz 15 nəfər, belə deyil. Niyə məhz 15 nəfər? Niyə 10 yox və ya 20 yox, məhz 15? Bu bir. İkinci bir məsələ, məhz həmin o rəqəmə bu və ya digər şəxslərin aid olunması ilə bağlı necə müəyyən olunur ki, məhz bu şəxsləri bir təhsil verir? Bu özü çox maraqlı məsələdir, şəxsən mənim üçün və buna bağlı rəsmi olaraq nə Ermənistan, nə Azərbaycan tərəfindən hər hansı bir fikir yoxdur və fikrin olacağını və ya hətta belə bir sorğu göndərilərsə buna obyektiv cavab veriləcəyinə bağlı bir sualdır. Yəni, mən inanmıram ki, belə bir şey. Məsələnin ciddi şəkildə bildirsinə ki, niyə məhz bu şəxslər təhsil edilir, digərlərini yox. Çünki biz bilirik ki, Azərbaycan tərəfi bunu iddia edirdi ki, həmin şəxslər demonstrantdır, həmin şəxslər mülki əhali qarşı təzyiqlər göstərir, həmin şəxslər əsirlərlə silahlar edir və s. Biz ona görə bu şəxsləri mühakimə edirik. Mən bildiyim qədərlə hal-hazırda məhkəmə prosesində gedir. Və məhkəmə prosesinin getdiyi bir dövr, yəni sən əgər ki, məhkəmə prosesi aparırsansa, bu istər Azərbaycanın özünün yerli qanunvericiliyi, istər onun ratifikasiya etmiş olduğu, belə deyir, beynəlxalq hüquqi aktlarla getirilərsə, icra hakimiyyətinin, məhkəmə hakimiyyətinə qarışması mümkün deyil. Yəni, bu inzibati qaydada deyilməsi, yəni bugün yalnız belə bir şey ola bilər ki, biz bilirik ki, ən azından rəsmi səviyyədə bu belədir ki, Ramil Səfərov keysində, məsələn, adam mühakimə olundu bilikdir, adamı daha sonra ekstradisiya edir. O ekstradisiya olunanda da orada şərt var idi ki, bu adam cəzasını çəkəcək Azərbaycandadır. Bu rəsmi tərəfi təbii ki, bunu hamı yaxşı başa düşürdü ki, yəni belə bir şey olmayacaq. Ancaq yenə də yəni, məsələn, belə bir məsələ də yoxdur, sadəcə olaraq götürülür, insanlar təhsil edir. Bu, nə dərəcə hüquqi addımdır, bu da ciddi olmalıdır. Digər bir məsələ ondan ibarətdir ki, Ağdam rayonunun kifayət qədər böyük rayon. Yəni, düzdür, Kəlbəcər qədər böyük olmasa da, amma məsələn, Şuşa rayonuna və ya Qubadlı rayonuna qədər deyil, bildiğim qədərlə, kifayət qədər böyük rayon. Və həmin rayonun ən azından yarısı, yəni əvvəldən, yəni bu 94-cü ildə imzalanmış bu mənim atəşkəs müqaviləsi var idi. Həmin müqavilə əsası Azərbaycan tərəfinin nəzarətidir, yəni mərkəzi hökumətin nəzarətidir. Yəni sadəcə olaraq qalan yarısı məhz erməni silahlı birləşmələrin nəzarət alır. Məsələn, bu Janlı qəsəbəsi var ki, Ağdam rayonunun müvəqqəti olaraq mərkəzi olaraq. Yəni, burada söhbət sadəcə Ağdam rayonunun qalan yarısı, vaxta qədər nəzarət edilməyən hissəsindən bağlıdır və orada səsləndirilir ki, 97.000 mina var. Bilirsiniz, bu mina belə bir şeydir ki, yəni ki, gül toxumu deyil ki, bunu sən dib-dibə şeydə əkəsən getsin, yəni. Minalar arasında məsafə olmalıdır müəyyən qədər, belə deyil və bu, o qayda ilə baxdırılır. Açığı 97.000 rəqəmi kifayət qədər mənim ciddi şəkildə sual altında olan bir rəqəm. Və buna nəzər almaq lazımdır ki, məsələn, əgər ki, Ağdam rayonu ilə bağlı mina təhlükəsi varsa, yəni, və bu 97.000 rəqəmi deyilirsə, o zaman bu sual yaranır ki, və ya bu məntiqli nəticəyə gəlinir ki, ümumiyyətlə, Ağdamın nəzarət edilməyən hissəsində bir qarış belə torpaq minalanmamış qalmamış. Yaxşı, bəs bu halda necə olur ki, dövlət başçısı çox rahatlıqla, yəni ki, həmin o minalı əraziyə səfər edir. Xarici diplomatları sizə ora aparır, xarici jurnalistləri ora aparır. Yəni, belə aydın olur ki, bunun hamısına minalanmışdır. Bir qismi minalanmış vəziyyətdə də hal-hazırda. Bəli, onun həqiqəti əldə oluna bilər, ancaq ki, bunun 97.000 olması açıq mənsiz olar. Şübhəli gəlir bu məsələ. Digər bir məsələ isə ondan ibarətdir ki, onsuz da, yəni Azərbaycan tərəfi hal-hazırda minaların təmizlənməsinə və s. məsələlə məsuldur və biz bilirik ki, Türkiyə tərəfi Ağdamda Rusiya ilə birlikdə monitoring mərkəzi qurub və Türkiyə təkcə monitoring aparmaq üçün yox, həm də minaları təmizləmək üçün gəlmişdir.
Mən bildiyim qədər Ağdamın da müəyyən bir hissəsi artıq minalardan təmizlənir. Bu halda o xərcliyə ehtiyac var idi. Yəni, məsələn, sadəcə bu digər rayonlar olmuş olsaydı, deyək ki, məsələn, Füzuli rayonunda, hansı ki, onda yarısı Azərbaycanla qarşılaydı, ona nisbət sarılmaq. Məsələn, Cəbrayıl rayonu olsaydı, Kəlbəcər rayonu olsaydı, başa düşərdik. Yəni, Ağdam rayonunun minaları bilməm, bu biraz qəribə səsəndir. Yəni, buna nə ehtiyac var? Bu halda mənzili şəkildə burada mən gəldiyim qənaət şəxsən bundan ibarət ki, belə deyirik də, Azərbaycan tərəfindən çox ciddi şəkildə təkliflər var idi ki, belə deyək, həmin erməni hərbiçilərini təxliyə etsin və təbii ki, bu halda əgər erməni hərbiçilərini təxliyə etsinsə, bilirsiniz, Azərbaycan rəhbərliyi bəyanatları səsləndirəndə, fikirlərini səsləndirəndə çox emosional davranır. Və o ruslarda belə bir ifadə var, planka ожидания. Bu planka ожидания çox yuxarıdır, gözləntiləri çox yuxarıdır. Bizim insanımız isə çox təəssüf ki, yəni küyə gedən bir ona məsələn istənilən məsələni inandırılmaq çox asan təəssüflər olur. Bu bir tərəfdən yaxşı bir şey də olsa, bir tərəfdə var təbii ki. Və bu insanlar yəni çox asanlıqla inandırılmışdır bu aylar ərzində. Bunlar desantlar, bunlar mediklər və s. və trollar çəkilmişdir məsəl səhifələrdə. Xüsusən də mən fikir vermişəm ki, son dövrlərdə rus dilli trollar çoxalıb. Yəni Azərbaycan dilli trollar artıq o qədər deyil. Daha çox rus dilli trollara təşkil edilir. Bu özü çox maraqlı bir məsələdir. Burada kimə mesaj verməyə çalışır? Rus dilli trollar vasitəsilə. Yəni və belə deyil də, həmin o trollarını müdafiə etməsi ki, həmin biz onları geri qaytarmayacaq heç bir halda, mina xəritələri qəsarlıqdır. Yəni bunu boş yerə birdən-birə 15 nəfərdən götürüb təxliyə edilir. Bu təbii ki, Azərbaycan tərəfindən maraqlılıq yaratır. Bu bunun belə deyil də, cəmaatın gözünə külük bilmək üçün olan bir şeydir. Hə də biz aldıq, baxında 97 min mina var orada yəni də. Bu partlasaydı nə olardı və s. Yəni gəlin biz deyilik. Mən başqa bir şey görmürəm burada. Beynəlxalq təzyiq olması məsələsinə gəldikdə, həmin erməni hərbiçilərlə bağlı yekdilliklə demək olar ki, bütün dünya hamısı Azərbaycana təzyiq göstərir. Bəlkə də Dağlıq Qarabağ konflikti yeganə konfliktdir ki, bu konfliktin həlli yolları ilə bağlı, bu konfliktin cərəyan etməsi ilə bağlı və bütün bu məsələlərlə bağlı Rusiya və Qərbin mövqeyi tamamilə demək olar ki, və aralarında çox da ciddi şəkildə uçurum yoxdur bu barədə. Yeganə fikir ayrılığı burada, belə deyək, məsələn, tutalım ki, Dağlıq Qarabağda sülhməramların dayanması məsələsi heç kəs bunu demir ki, niyə orada sülhməramlı olmalı? Burada suallar o var ki, niyə məsələn məhz Rusiyadır burada? Rusiya tək olmasın, məsələn, tutalım ki, Almaniyanın da məsələn sülhməramları gəlib orada Rusiya ilə birlikdə qarasın. Belə xırda detallar məsələn, bu texniki məsələlərlə bağlı problemlər var. Düzdür, bu texniki problemlər gələcəkdə böyük problemlərə gətirib çıxara bilərmi? Bəli, bilərmi. Bu istisna deyil. Ancaq ki, belə deyək, orada sülhməramlığın dayanması ilə bağlı və yaxud da ki, əsirlərin və yaxud da ki, belə deyək, Azərbaycan tərəfindən kimi diversantların və yaxud da əgər ki, biraz neytral ifadə işlətsək, hərbiçilərin geri qaytarılması ilə bağlı hər iki tərəf ortada dedik ki, bu geri qaytarılmalı və ya da kommunikasiya xəttlərinin açılması məsələsi var, koridor vasitəsilə. Bunu hər iki tərəf deyir, ancaq burada da hər iki tərəf də ehtiyatla bunu deyir və bunun Türk birliyi, nə bilim Turan birliyi, nə bilim bu xam xəyallarla bağlı ola biləsi kommunikasiya xəttləri yox. Sadəcə olaraq yəni bildiyimiz normal qaydasında tranzit yol kimi açılması məsələsi hər iki tərəf tərəfindən səsləndirilir. Hamıya bu sərf edilmişdir. Bu həm Rusiyanın maraqlarındadır, həm Qərbin maraqlarındadır. Yəni niyə də yox? Ona görə də burada təbii ki, beynəlxalq təzyiq məsələsi vardır və Azərbaycan tərəfi sadəcə olaraq o xəritə məsələsini bir bəhanə kimi istifadə edir. Yaxşı, burada xüsusən də biz nəzərdən qaçırmamalıyıq ki, bu əsirlərin geri qaytarılması məsələsi ki var, bu diversantlar olsun ya da hərbiçi deyilmiş fərq etmez. Onların geri qaytarılması ilə bağlı bu hansı dövrə təsadüf edir? Biz bu paralel hadisələrə də baxmaq lazım. Biz bilirik ki, Amerika Birləşmiş Ştatlarından səhvimizdə Blinkenin xüsusi nümayəndəsi və Qafqaziyə səfər etmiş. Ermənistanda oldu, ondan sonra girirsən, bilməm deyəsən, Azərbaycanla gəlməsi. Yəni bu ərəfədə bunun baş verməsi məncə bu heç də təsadüf deyil.
və bu xüsusən də nəzərə almaq lazımdır ki, bundan qabaq belə deyək, Amerika Birləşmiş Ştatları ilə və Azərbaycan rəhbərliyi ilə onların kifayət fikir ayrılıqları da var ki, məsələn, bizimkilər də status ora getdi, nə bilim, Minsk qrupu yoxdur və s. Yəni, Amerika Birləşmiş Ştatları buna açıq aydın bildirdi ki, xeyr, elə bir şey yoxdur. Minsk qrupu da var, yəni danışıqlar da gələcək, yəni bu bitib tükənməmiş bir məsələ. Siz biraz kobud səslənəcək, bəlkə də kiminsə ola bilsin, ilişlərinə toxunsun bu ifadə, amma reallıq bundan ibarətdir ki, Azərbaycan öz başına deyil. Bunu yüzbəli qəbul etmək lazım. Orası əlbəttə ki, elədir. Mən bir də istərdim müdaxilə edim sizin söhbətinizə. Həm də mən demək, məlumatları oxudum, cürbəcür demək, mənbələrdə. Bəziləri Azərbaycan tərəfi mən gördüm yazırlar ki, belə elə Ermənistan tərəfi də yazır ki, Rusiyanın birbaşa demək, köməkliyi ilə və hətta orada adları, yəni Rüstəm Muradovun da adını çəkirlər. Demək, onların vasitəsi ilə bu insanlar, bu hərbiçilər qaytarılıb Ermənistana. Amma mən başqa bir yerdə oxudum ki, deyirlər ki, ya bu işdə birbaşa vasitəçilik eləyən Gürcüstanın demək, dövlət başçısı olub, ya hökumət başçısı. Bu barədə də mən oxudum bəzi yerlərdə. Sizin bu barədə fikriniz necədir? Bilirsiniz, Gürcüstan kimdir ki, oturub bu məsələ ilə bağlı oturub, belə deyək də, vasitəçilik etsin, bunu söyləsin. Yəni, bu açıq səslənən bir şey deyil. Gürcüstan kiçik bir dövlətdir və Gürcüstan tarix boyu, yəni bu konflikt müddətində olan tarix boyunda belə 30 ildir konflikt edir və o nə şişansın, nə kabab belə deyək də, siyasətini gücdən bir tərəf. O heç vaxt, belə deyək də, öz başına, Azərbaycan tərəfi bu dərəcədə inatkarcasına, yox, biz məhkəməyə çıxarırıq, onları təhlil edirik. Ermənistan yox, siz onları təhlil verməlisiniz dediyi bir halda, yəni ki, bu məsələyə qarışmaz. Məsələn, mən xatırlamıram ki, Tiflisdə hətta nəinki bu əsr məsələsi olsun, ya da bu hərbiçi məsələsi olsun, hər hansı bir sülh danışıqları getmiş olsun. Yəni, vasitəçilik edən tərəf 30 il ərzində, yəni ki, bunu ən kiçik bir halda bir rüzə verərdir. Belə bir şey yoxdur o halda. Gürcüstan sadəcə olaraq burada öz ərazisini tranzit olaraq təqdim edir ki, həmin əsrlər, belə deyək, hərbiçilər Azərbaycan ərazisindən çıxıb Gürcüstan ərazisindən keçməklə Ermənistana geri dönür. Və salam, ondan o tərəfəsində Gürcüstan heç bir rolu yoxdur burada. Ki, bu da təəccüblü deyil, yəni onsuz da istər Ermənistandan Azərbaycana, istər Azərbaycandan Ermənistana kimsə geri gələndə də, yəni konfliktdən kifayət qədər əvvəlinə bu müxtəlif layihələr çərçivəsində olsun və hər hansı digər səbəblərdən olsun. Bu gediş-gəliş sadəcə olaraq Gürcüstan ərazisindən tranzit olaraq keçib getməklə həyata keçirilir. Yəni burada şirləşli və sarılaxa bir məsələdə yox. Xüsusən nəzərdə almaq lazımdır ki, bu əsir alış-verişi və hərbiçi alış-verişi getdiyi dövrdə Gürcüstanda kim var idi, yəni. Düzdür ki, o nümayəndə heyəti Amerikadan gəlmişdi, Amerika Birləşmiş Ştatlarından. Yəni, onlar orada idilər. Bu böyük ehtimalla, belə deyim, Azərbaycana da bir müddətə qulaq vurması verilir, bununla bağlı Ermənistan'a da qulaq vurması verilir. İndi, yəni, hər ikisi, belə deyim, bunu oynamağa çalışırlar. Çünki biz bilirik ki, Azərbaycanda son aylarda çox ciddi şəkildə qərbə qarşı, belə deyil, bir isterika qalxıb. Hansı ki, onun qaldırdığı bu isterika ki var qərbə qarşı, bunun əsası yoxdur. Yəni, sırf əgər ki, bu Qarabağ konflikti ilə bağlı və ya digər bir məsələ ilə bağlı olsun. Onun qaldırdığı isterikanın hər hansı bir əsası yoxdur. O qaldırılan məsələ təkcə qərb yox, onu Rusiyada başqa bir tərzdə bunu səsləndirir, İran da bunu səsləndirir, digərləri. Azərbaycanın içərisində bir çoxları hətta o qaldırılan isterikada fikirlənəndə razıdırlar. Siz Facebookda olan o trollara və sarıları və YouTube'da olan trollara baxın. Xəbəriniz var da. Ona görə də belə dedik, bu fonda durub İlham Əliyevin və Azərbaycanda hər hansısa bir şəxsin birbaşa olaraq qərbə təşəkkül göndərməsi, bu o qədər də yəni əhali tərəfindən yaxşı qarşılanmaz.
bayaqlar dediyim, həmin o 15 hərbçinin təhvil verilməsində əvəzsiz olaraq, necə ki, qarşılanmazdır boş olaraq, bu da boş qarşılanmazdır Azərbaycan ərazisində. Onu dedi, bunu Gürcüstan vasitəsilə, Gürcüstan'a adlandırdılar. O məsələ var ki, qızım sənə deyilən gəlmişsən ki, məsələsi. Yəni, o variantda yəni söylədilər. Qaldı ki, Rusiyanın bu məsələ, əslində qaldı Rusiyada, Qərbdə, yəni hamının bu məsələdə bu hərbçilərin geri qaytarılması üçün təşəkkür göstərirdi. Yəni burada sadəcə olaraq bu təsadüf etdiyini mən bilmirəm. Vaşinqtondan gələn xüsusi nümayəndə hansı təhdid etdi ki, bu daha bunları qorxuya salır, bilmirəm nədir. Amma buna məsuliyyət edir. Paşinyan tərəfindən isə məhz Rusiyaya təşəkkürün bildirilməsi, bu da təsadüf deyil. Biz bilirik ki, seçkilər gəlir orada. Və Paşinyan arzu olunmaz bir şəxsdir. İstər Rusiya üçün, istər digərləri üçün, yəni o bu regionda və indiki dövrdə Ermənistanın siyasi rəhbərliyində təmsil olunması şəxs deyil. Necə ki, Əlfəz Əliyev və yaxud da ki, məşhur ləqəbi ilə Elçi 93-cü ildə Azərbaycan Respublikasına rəhbərlik etməməli olan şəxs idi. O da Ermənistan üçün bir rəhbərlik etməməli olacaq. Hər ikisi öz rəhbərlik etdikləri ölkənin sadəcə uçurma formadan başqa bir şey edir. Axmaq fikirlər edir. Axmaq fikirlər var. Mövcud reallığı hesablamasaq, yəni söhbət burada təkcə romantik hər hansı bir arzu və istəklərdən bəsarlıqla gedir. Bu insanların fikirləri ola bilsin ki, yaxşıdır. Niyyətləri ola bilsin ki, yaxşıdır. Amma bu dövrə uyğun deyil. İndiki şəraitə uyğun deyil. Sən indiki şəraitə əgər ki, sən Paşinyan, əgər ki, çıxıb deyirsən ki, biz Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmalıyıq, sən elektoratı təbii ki, itirəcəksən. Bəli, Ermənistanda insanlar yorulub müharibədə, mən razıyam, amma bir şey nəzərə almaq lazımdır ki, yəni bu Türkiyə məsələsi Ermənistan cəmiyyəti üçün həssas bir məsələdir və bunun çox ağır səbəbləri var. Məsələn, mən burada Berlində məsələn, rast gəlmişəm, Erməniyə söhbət eləmişik, yəni mənim əslim məsələtim Mustandır. Bu vaxt 15-ci ildə məsələtin qaçıb gəliblər Niger Ermənistana. Və bilirsiniz, bu unudulmayıb yəni. Bunun üçün gerək nəsillər dəyişir. O nəsillər dəyişəndən sonra Türkiyəyə qarşı münasibət dəyişə bilər. O da ki, təkcə bu da deyil, başqa bir səbəblərdir, çox səbəblərdir. Ermənistanda Türkiyəyə qarşı olan qəşəb mediyim, kim mediyim, nifrət mediyim, o qəbul edilməsilik məsələ. Paşinyan isə bu məsələləri nəzərə almır. Necə ki, Elçi vaxtı ilə, yəni özü romantik fikirlərini, mən düşünürəm ki, istəyirdi, amma ki, necə deyim də, məsələn, istəyirlər həmişə nəticələr düşür. Məsələ bundan ibadə. Adam, Elçi də həmin dövrdə, yəni başa düşür ki, onu fikirləri ümumiyyətlə Azərbaycan Respublikasını tamamilə məhv edir. O da onu başa düşür. Yəni, özünün romantiklər var. Çox sağ olun, çox dolğun və gözəl cavab. Sizin mən ünvanınıza yeni bir sualı da yönəltmək istəyirəm. O sual da Xarı Bülbül Festivalı ilə məşğul olan Şuşada keçirilən bu musiqi festivalı idi və orada bildiyiniz kimi, bəlkə də siz sosial şəbəkələrdən bilirsiniz, bizim əsl Talışlar ki var, hansı ki Talışın mentalitetindən, Talışın musiqisindən, Talışın tarixindən və Talışın ümumiyyətlə ədəbiyyatından xəbərdardılar. Orada bütün millətlər ki, orada öz dillərində mahnılar ifa elədilər, yəni musiqi nömrələri ifa elədilər, Talış xalqını orada aşağıladılar. Bu Azərbaycan hökumətinin birbaşa, elə İlham Əliyevin birbaşa göstərişi ilə olan bir aşağılama idi. Talışları orada Azərbaycan dilində Ərdoğanın oxuduğu Arazı ayırdılar, lillə doyurdular şeirini oxuması və ikinci Talış demək motivləri əsasında, xalq motivləri əsasında güya Qarabağ bizim ürəyimizdir adlı Talış dilində mahnının oxuması idi. Əcaba Qarabağ Talışın niyə ürəyi olur ki? Talışın Qarabağ olsun, Qarabağlıların ürəyi, Allah xeyirlərini versin.
Talışın ürəyi Savalandır, Talışın öz rayonlarıdır, bizim dənizimizdir, Kaspij dənizimiz, ümumiyyətlə Talışın özüdür, Talışın dağlarıdır. Və bununla yanaşı mən istərdim ki, orada keçirilən bu festival ərəfəsində, bu festivalda ümumiyyətlə sənin nümayəndən olduğun Tat millətində, yəni mənim üçün Talış o qədər assosiasiya edir ki, mən Talış fikirləşəndə Tat deyirəm, Tat fikirləşəndə Talış deyirəm və qardaş Tat xalqımızın da dilində orada mahnılar səsləndi. Ümumiyyətlə sizin buna fikrinizi bu barədə bilmək istəyirəm. Yəni siz də öz fikrinizi bilirsiniz, artıq bizim fikrimizi bilirsiniz. Biz bu barədə mən çox çıxışlar eləmişəm, yazılar yazmışıq, statuslar paylaşmışıq. Buyurun. Birinci ondan başlayaq ki, ümumi olaraq desək, sadəcə olaraq, yəni bu keçirilmiş tədbirlə bağlı, bu sadəcə olaraq siyasi mesajlar topluluğu başına. Bu, orada baş vermiş hadisələr, orada səslənən fikirlər, orada belə deyək də, ən xırda detalına qədər hamısı düşünülmüş bir şeylərdir və bunların hamısı heç bir halda təsadüf kimi qiymətləndirilə bilməz. Birinci məsələ ondan ibarətdir ki, baxaq məsəl üçün bu tədbirə nə ad verilmişdir. O tədbirə festival deyirlər, bu musiqi festivalıdır və s. Sual yaranır ki, musiqi festivalı ümumiyyətlə necə keçirilir? Musiqi festivalı ilə bağlı məsələn müsabiqə elan olunur. Müəyyən şəxslər gəlir o müsabiqədən keçir, müxtəlif belə bir ansambullar olsun və ya çıxış etmək şəxslər. Bunlar seçilirlər, məsələn gedib orada çıxış edirlər və bu belə. Və yaxud da məsələn inzibati qaydada elan verilir ki, məsələn bələdiyyələr nəzdində olsun və yaxud ki mərkəzi hökumət tərəfindən olsun. Yəni məsələn belə bir musiqi festival keçirilir. Kimisi gəlir burada çıxış etmir. Yəni bu açıq keçirilən bir şey olur və istəyən gəlir orada müraciət edir. Yəni bir şey ola bilsin ki, sən orada qoyasan ki, müəyyən parametrlər müəyyən edirsən. Məsələn, rock festivalıdırsa, hə, burada təbii ki, rock musiqi, orada muğamat olunur və muğam müsabiqəsində təbii ki, orada caz olunur. Parametrlər qoysan, parametrlərə uyğun olaraq əhali gedib iştirak edir. Burada bu prosedur həyata keçir. İkinci bir məsələ ondan ibarətdir ki, istənilən belə bir konsert olsun, istənilən məsələn bunların təbirisi belə deyək, bu festival olsun, bunun belə bir biletləri olur, satışa çıxarılır. Yəni bunun bir dinləyicisi olmalıdır hər halda da belə. Burada bu baş verməlidir. Burada sadəcə olaraq belə deyək, müəyyən bir qrup şəxs, müəyyən bir çərçivədə olan mahnıları dinləmək üçün yığılıb getdilər, hadisa belə deyək, özləri toplandılar, həmin mahnılara qulaq asıb qayıdıb gəldi. Bu belə festival olur. Bu festival deyil. Bu birinci məsələ. Yəni bu festival anlayışı tamam. Elə bilin ki, belə bir Şuvalandakı bağında yox, burada da Şuşada gediləcək. Hansısa bir mahnı. Ancaq bu təkcə gelib orada mahnı dinləmək də deyildi. Bu verilən mesajlar olsun. Birinci diqqət edək ki, bu festivalın keçirildiyi tarixlər məsələsi. Bildirir ki, burada o tarixlərə diqqət etsək, məsələn 12 may tarixi Bişkek protokolunun 94-cü ildə bu səhv etmirəmsə, bu atəşkəs müqaviləsi kimi deyirlər ona, onun imzalanmasının yubileyidir, yəni bu bir dönümdür. Bax, bu mesajıdır. Yəni, mən belə deyim, bunu həll etmiş oldum, bax, bu tarix. Bu bir. Bu birinci əsas məsələlərdən biridir. İkinci bir məsələ burada, orada məsəl üçün Azərbaycan Respublikasında yaşayan xalqların, nümayəndələrini toplayıb aparmaqları oldu ora. Elə belə də məsəl üçün biz bunu görməliyik. Belə deyək də, Azərbaycan Respublikasının təqdirinə açsaq biz, kifayət qədər bayramlar var, dövlət bayramları var. Dirçəlir, qoşulur, nə bilim, müstəqil olur, təzdən respublika olur və s. Məsəl üçün, belə deyək, Respublika günü bu Azərbaycan Respublikasında yaşayan hamının ortaq bayramı olmalıdır. Bu hamıya aid edilməlidir. Amma məsəl üçün, mən yenə qədər bu illər ərzində görməmişəm ki, Respublika günündə belə bir şey olsun ki, məsələn, ki, bulvarda təşkil olunan konsertdə Azərbaycan Respublikasında yaşayan bütün xalqlar orada çıxış etsin. Mən demirəm Gəncədə bunun üstündən Naxçıvanda olsun. Bakı şəhəri Azərbaycan Respublikasının
Məsələn, mənim üçün o qədər xoş da olmasa da, amma paytaxtı gedir. Çox təəssüflü olur. Ancaq ki, paytaxtda da hamı yaşayır hal-hazırda. Yəni, indi sosial-iqtisadi səbəblərdən əsəri hamısı gəlir. Ona görə məsələn, belə bir şey bu və orada hamı da qulaq asır, amma bu vaxta qədər olur. Niyə məhz indi bu? Çünki biz əgər müharibə dövrünü yada salsaq, o vaxtı Dağlıq Qarabağ ermənilərinin rəsmiləri belə bir bəyanat vermişdilər ki, Azərbaycan Respublikasında yaşayan xalqlara müraciət olunmuşdur. Orada xalqların əsas təşkil taxtları da çəkilmişdi. Hətta orada taxtları təşkillər olsun Tatar kimi yazmışlar, sonra düzəliş etdilər bir gündən sonra. Orada səhvən belə yazdım mən. O hətta mənim də tərtibi gəldi, niyə Tatarın adı yoxdur, sonra dəyişdi, o Tatarı tap eləmişdilər. İlham Əliyev o, belə deyim, Azərbaycan Respublikasında yaşayan xalqlara oraya girib aparmaqla bunu göstərdi. İstəyirdik ki, yəni bir il bundan qabaq Paşinyan gəlib Şuşanı Dağlıq Qarabağ ermənilərinin yeni paytaxtı kimi təqdim edildi burada. Yəni ki, parlament seçiləcək. Sonra müharibədə məhz bu xalqlara var. İndi yığıb götürüb gəlmişəm bu xalqları bırax, bax həmin bu Şuşaya. Bu Dağlıq Qarabağ erməniləri olan bir məsələ. Bu bir. İkinci bir məsələ, məsələn, orada Talışların və Talış ansamblinin belə deyildə çıxıb bu xalq mahnısı oxuyurlar orada. Xalq mahnısının heç bir halda müəllifi olmuyor. Xalq mahnısı xalq mahnısı. Bu bir. Xalq mahnıların motivləri ilə hazırlanmış musiqi qədər deyilirsən, burada sən o halda həmin o belə deyildə xalqın Talış olmasın, avar olsun, avar olmasın, fat olsun, fat olmasın, ləzzətlər getməsi hamısına aid. Orada bu götürülməlidir ki, belə deyək də, həmin xalqın yaradıcılığında hansı mahnılar var, hansı mövzulara toxunulub bu vaxta qədər, hansı ritmlər var və s. Yəni, Talışlar, yəni, sırf əgər ki, məsələn, İran dilli tayfalar, yəni, və yaxud da ki, məsələn, bu eramızdan əvvəlki dövrə gəlib çıxsaq, və bizim eranın ilk əsrlərinə gəlib çıxsaq, belə ki, hətta Qafqaz Albaniyası bağlanan və ərəb işğallarından sonraki dövrlərdə baxsaq, Hacı Səlcuqlar gələnə qədər, tarixən Aran adlanmış regionda, yəni indi bura Qarabağda, Gəncə, Basarda, Zəngəzur, orada Naxçıvanda aiddir. Orada Aryan mənşələri tayfalar yaşayıblar və o tayfalar təbii ki, dil, mədəniyyət, mentalitet və s. baxımından Talışlara da, Tatlara da çox dəşif dərəcədə yaxın quldur. Yəni, hətta biz onları istəsək, yəni, hətta Talış heyvan deyirlərik, Tat heyvanı deyirlərik. Yəni, mümkün belə bir şey olsun. Ancaq ki, belə deyək də, konkret olaraq Talış adı ilə və ya Tat adı ilə formalaşmış xalq yaşamayıb baxı o ərazidə. Yəni, olub müəyyən kəndlər, olub müəyyən bölgələr, məsələn, Talış kəndi var orada, Qarabağ ərazisində və s. Və ya məsələn, Talışların formalaşmasında rolu oynanmış qalmışlar olsun, kaspilər olsun, Qarabağ ərazisində yaşayıblar, olub. Bir səsində bu Beyləqanza tərəflərdə əsasda olub. Ancaq ki, bu tamamilə, yəni, yəqin ki, mənim demək istədiyimi başa düşdürdü. Yəni, belə deyək də, bu hal-hazır Levişdə, Yardımıda, Masallıda və Biləsivoda və s. olan o Talış kimi formalaşmış xalq birbaşa olaraq Qarabağda yaşamıyor. O niyə oturub Qarabağ mənim ürəyimdir mahnısını oxumalıdır? Ən məntiqli şey budur ki, yəni, belə siz absurd səslənir. Bu ilə gedək məsələn, aşağı baxaq ki, son dövrlərdə nə qədər məsələn, Talış kəndləri ilə bağlı, Talış rayonları ilə bağlı, nə bilim, Xəzər dənizi ilə bağlı və s. nə qədər mahnı yazılır, nə qədər şeir bəstələnir. Talış oturub öz yaşadığı yerlə bağlı mahnı yazılır, gelib Qarabağla bağlı yazılır. Demirəm, yazılır, yəni öz bölgəsindən bağlı yazılır, amma ki, daha çox yazmalıdır özünkü, o qədər yazmalıdır özündən ki, belə. Ondan sonra keçməlidir qonşu regionlara da belə bir şey. Bu biraz absurd səslənən bir şeydir. Bu birinci məsələ. Yəni ki, o biabırçılıq təkcir, belə deyim, bu biabırçı vəziyyət təkcir Talış belə deyim də ansambl ilə baxır ki, yox. Tatlarla bağlı da biabırçılıq var idi. Saz müziqisi ilə mən işlərəm bağlısı baxır. Bizdə saz müziqisi oldu. Saz bizdə olmayıb, saz türklərdə olub yəni. Bizdə olub tardı, gitardı, kamançadı, dəsti, yəni bu bizdə ağır musiqi olub belə deyək də, bu muğamat olub bizdə. Türklərdə də muğamat olmayıb, saz musiqisi olub, aşıq musiqisi olub. Ona görə də siz orta statistik bir Şirvanlının saz musiqisini görən gözü yoxdur.
İndi ola bilsin ki gerçekten yine de YouTube'da zaten veya ya yok biz de hoş gibi kazmışsınız. Ya da xeyr hoşlanmışsınız. Yani ben o cəmiyyətin içərisindən çıxmışam, bilirəm də yəni. Oturub yəni ərə də şarlıq sözü, ona lazım edirsiniz, mədənənin sizdə bu o çalğın üstünə, aşırılıq üstünə. Sizə heç vaxt aydın olmayıb o çalğın üstünə. Təbii çünki fərqli mədəniyyətdir. Tam fərqli bir şeydir. Yəni bununla nə demək istəyirsə Azərbaycan? Taxtları artıq hamısını kütləşdirmişik yəni. Onlara ayrı bir şey vermişik bunlara. Yəni özümüzə aydın olan bir şey vermişik bunlara. Bu deməkdir yəni. Və də məsələn ləzgi musiqisi var burada. Çox gözəl mahnı. Ləzgi mahnısına mənim burada xoşum gəldi yəni şeyləri. Mənasını bilməsəm də yəni ritimləri bəsərlər. Amma musiqi ilə maraqlanan adam çıxdım, yəni belə deyirəm. Musiqiçi deyiləm, amma yəni xoşlayıram müxtəlif halkın folklor nümunələrini dinləməyi. Amma məsələn ritimləri də orada çox düzgün götürməmişdilər. Çox ölüva idi. Qafqaz xalqlarının mahnıları həmişə ritmik olur. Və hətta deyərdim ki, məsələn sizin də bizim də mahnılarımızdan qat-qat daha ritmik olur. Məsələn Lezginkanı götürək məsələn. Digər belə deyilmiş Qafqaz xalqlarının mahnılarını götürək. Çox məsələn ölüva bir ritimdeydi. Yəni buna nə demək istəyir? Temboli yəni məsələn talışların orada bizimlə arazı ayırdılar və s. məsələsini deyilməsi bu təsadüf deyildi. Yəni lazım gəlsə biz belə deyim də İrana qarşı talışlara da qoya bilərik. Lazım gəlsə Türkiyə uğrunda bunu fəda edir. Bu günün də başa düşmək vardı bunu. Bu o keçirilmiş belə deyək, dırnaqarası o festival kimi ki var idi orada. Festival foton ki var idi. O boş yeri təsadüf deyildi. İstər tarixi, istər keçirilmə tərzi, istər digər məsələlər. O Şuşada heç kəs yaşamır, insan yaşamır hal-hazırda. Hərbiçilər də uzağa başı orada. Neçə müddət hərbiçilər çağırırız, gəlib oturub alsaqlar olmaq. Neçə aylar da dağılıb üstündə qalıblar orada. Yəni özləri üçün konsept təşkil edirlər orada və o konsept nədir ki, mesaj verir. Vəssalam. Aydın məsələdir, əlbəttə Nicat qardaş, bu siyasi bir gediş idi. Ya bununla da göstərmək istirdik ki, Qarabağ Azərbaycandır və biz görürük ki, Qarabağ heç vaxt Azərbaycan olmayacaq. Bunu da bilirik. Artıq bunu özləri etiraf edirlər və bizim illərcə öncə dediyimizin üstünə gəlirlər. Və maraqlısı ondadır, indi birazdan sonra biz seçki məsələsinə gələcəyik, qayıdarıq. Çox güman ki, axırıncı sualımız seçki məsələsində olacaq. Bax, ermənilər 5000-dən çox deyirlər, 5000 deyirlər, ümumiyyətlə itki verdilər və Azərbaycan tərəfi də 3000-dən çox, 3000 itki verdi. Demək, bu qədər insanlar qırıldı. Allah bütün ölənləri rəhmət eləsin. Yəni, bu ölənlərlə bizim işimiz yoxdur. Hər bir insanın müharibə eləmək cürəti də yoxdur. Yəni, güllə qabağına geçsin, bunu da etiraf eləmək lazımdır. Yəni, öz həyatını atırsan güllə qabağına, yəni, hər bir an ölə bilərsən. Bu da o insanın, demək, cəsarətinə dəlalət edir. Məsələ bunda gedir ki, həm tatlar, həm talışlar, həm ləzgilər, həm avarlar, ümumiyyətlə orada vuruşan xalqlar nə üçün vuruşurdular? Amma ermənilər baxmayaraq ki, 5000, 6000, indi nə qədər deyirlər, 5000 itki də versələr, onlar öz ölümü ilə öz vətənini, öz torpağını saxladılar və Qarabağ heç vaxt Azərbaycanın olmayacaq. Bax, biz həmişə öz xalqımıza və başqa xalqlara bunu çatdırmaq istəyirik ki, sizin məqsədiniz nədir, nə üçün döyüşürsünüz? Bu insanlar öz torpaqlarında yaşayıb və Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Amma sizlər Azərbaycan adlı bir torpağın, bir dövlətin, qurumun içərisində yaşaya-yaşaya hər şeyə həsrət qalmışsınız. Yəni, heç nəyiniz yoxdur. Bunu deməyə nə qədər demişik, ehtiyac yoxdur. Və bax, bu fərqlər var idi. İstərdim ki, bu barədə siz öz fikrinizi qısa formada deyəsiniz və sonra mən sizə yeni bir sual hazırlamışam. Elə bilirəm ki, ona geniş cavab verəcəksiniz. Buyurun. Belə deyəndə qısa deməyə çalışacağım bu barədə. Tarix elə bir şeydir ki, o dəyişkən bir şey. Dağlıq Qarabağ ərazisi, bəli, bu gün Azərbaycan ərazisi deyil. De facto olaraq biz bunu görürük ki, yəni deyil orada. Çünki Azərbaycan hökuməti nəinki orada idarəçiliyi həyata keçirir. Hətta belə deyəndə, məsələn deyək ki, bu Stepanakert-deyə yaxın kəndi deyil, fərq etməz. Həmin o şəhərdə belə deyim, adicə bir Budqanın belə yeri dəyişmək iqtidarında deyil. De facto bu.
bu Azərbaycan Respublikası əhalisi üçün belə deyək toxuna bilər, acığına gələ bilər, amma reallıq bu. Yəni, olan bu da olsa da, nə varsa o. Gələcəkdə də belə olacaqmı? Ola da bilər, olmaya da bilər. Yəni, bilirsiniz, belə deyim də, ola bilsin ki, Dağlı Qarabağ ermənilərinin idarə etdiyi ərazi ki var, bu hər hansısa bir başqa bir ölkəyi birləşsin. Ola bilsin ki, müstəqilliyi tanınsın. Ola bilsin ki, ərazi biraz da genişləsin. Ola bilsin ki, biraz da balaca var. Yəni, bu, belə deyim də, o, necə deyik, yaxşı görərik. Buna bağlı nə istəyiriklə qatılmaq lazımdır, nə bir şəkildə lazımdır. Tarix ərzində kifayət qədər dövlətlər olub ki, hal-hazırda yoxdurlar. Kifayət qədər dövlətlər var ki, heç vaxt olmayıb, məsələn, belə bir adda, belə coğrafi məkan belə olmayıb, amma indi var. Eləsi var ki, tamamilə mənası dəyişir. Tarix ərzində kifayət qədər xalqlar olub ki, belə deyim ki, mövcud olurlar, amma daha sonra parçalanıblar. Deyin ki, bu çox uzaq tarixdir. Xeyr, bizim gözümüzün qabağında baş verən hadisələr olur. Yugoslaviya müharibəsindən sonra 90-cı illərdə, 2000-ci illərin əvvəllərində Çernogoriyalılar, yəni Qarabağlılar və Monteneqrolular çıxıla qarşıladı ki, biz Serb deyilik, biz Montenegro xalqıyıq. Bizim ayrıca dilimiz var və s. Hansı ki, əgər ki, statistikaya, rəsmi statistikaya baxılarsa, Montenegro əhalisinin yarıdan çoxu Serb dilində danışır. Orada bir 30-40% təxminən danışır Montenegro dilində. Amma Montenegro dili ayrıca dil deyil, o Serb dilinin bir ləhcəsi. Tərcə edin ki, Naxçıvan çıxır, belə deyil, Qarabağ müharibəsi gedir və müharibədən sonra çıxır Naxçıvan Muxtar Respublikası deyir ki, mən çıxıram Azərbaycan tərkibindən. Biz isə Azərbaycanlı dedik, biz Naxçıvanlıyıq. Naxçıvan ləhcəsində götürür, qoyur ədəbi dilə, dabədi və sarılatları bu olur ədəbi dilə. Yəni, təxminən vəziyyət başa düşülsün deyə, yəni orada dinləyiciyə, yəni ona görə bu nümunəndə. Belə bir hadisələr də olur. Və məsələn, tarix ərzində belə götürək, Makedoniya ərazisi və Makedoniyalılar ki, onlar Balqardırlar. İkinci Dünya müharibəsinə qədər Makedon xalqı deyilən bir xalq yoxdur. İkinci Dünya müharibəsindən sonra sadəcə olaraq Yugoslaviyanın içərisində qalmış, belə deyək, Balqarlara Makedoniyalı qoydular. Makedoniya ifadəsini işlətdilər, onlara qarşı. Həmin ərazidə çünki belə deyim də, tarixin Makedoniya ərazisinə aiddir. Yəni, o ərazi məşğul. Amma tarixin Makedoniyalılarla indiki Makedonların arasında heç bir əlaqə yoxdur. İndikilər Slavyandır, belə deyək, o birlər başqa. Yəni, demək ki, və ya məsələn, tarix ərzində o qədər, belə deyim, xalqlar olub ki, onların dövlətləri heç vaxt olub. Slovaklar məsələn, onların heç vaxt dövləti olmayıb ayrıca olaraq. Və yaxud da ki, say bitməzlər. Və kifayət qədər də dövlətlər olub ki, vaxtında imperiya olublar, indi balaca dövlətlərdir, İtaliya. Amma Roma imperiyası yoxdur qalardı və ya da Yunanistan, Bizans yoxdur ortalıqda. Yəni, ona görə bu biraz dəyişkən bir şeydir və mənə elə gəlir ki, biz öz problemlərimizlə məşğul olmalıyıq. Azərbaycan Respublikası mənə elə gəlir ki, belə deyil, ilk növbədə öz daxili problemlərinin həlli ilə məşğul olmalıdır. Və təbii ki, belə deyək də, nəzarətinə bərpa etmiş olduğu ərazilər ki var, bu Cəbrayıldır, Füzuli, Beyzətdimandır, Qubadlıdır, Kəlbəcərdir, Laçın rayonunun böyük bir şeyi. Həmin ərazilərlə bağlı məşğul ola bilər, əhalini cəlb edə bilər. Yəni, siz bu qədər problemin içərisində, yəni qala-qalarsan, gelib Dağlı Qarabağ ermənilərinə orada məşğul olmalı, yəni ki, onlarla gəlin birləşən bir tərəfə də sayılır. Bir-birinci öz problemlərini həll edə, özün inkişaf et, özün qabağa get. Azərbaycan Respublikasında yaşayan xalqların məsələləri həll et, imitasiya yox, həll et. İmitasiya tamam başqa bir şey. Ondan sonra gəldi ilə Dağlı Qarabağ ermənilərin gəlginin birləşmək. Bu birləşər, birləşməz, əzdən müharibə olar, olmaz, nə olar, olursa zaman göstərər, tarix. Bu qədər. Sağ ol, çox lakanik, gözəl, ətraflı, lakanik də olsa, həm də ətraflı cavab idi. Nəhayət, bugünkü sizinlə söhbətimizdə sonuncu sual. Buyurun. Sual çox aktualdır. Bizim regionumuzda köklü sürətlə dəyişikliklərə gətirib çıxarda bilər. Bu da regionda gedən seçkilərdir. Azərbaycan barəsində əlbəttə seçki Azərbaycan üçün deyil. Yəni biz Azərbaycanda seçkilər olacaq, seçki bilirsiniz, Azərbaycanda seçki yoxdur. Ona görə ki,
Gürcüstan, Ermənistan, İran, biz bunları nəzərdə tuturuq. Və həm də ki, Rusiyada. Və əsas məsələ seçki olacaq Ermənistanda. İndi artıq bir 10 gündən sonra seçkilərdir orada. Və İranda birazdan sonra, biraz sonra seçkilər olacaq. Və bu seçkilər bizim regionda köklü dəyişikliklərə gətirib çıxardacaq və bizim fikrimizcə. Və mən sizdən artıq dərəcədə xahiş edirəm, bu barədə fikrinizi söyləyəsiniz. Yəni, bu seçkilər bizə nə verəcək? Ermənistanda və İranda gözlənilən seçkilər. Əlbəttə ki, biz öz fikrimizi deyə bilərik, nəzərimizi söyləyə bilərik. Ola bilsin, başqa hadisələr olsun, başqa vaqiələr olsun. Sadəcə olaraq biz öz fikrimizlə insanlara öz fikrimizi deyirik və qabaqcadan necə deyərlər, bəzi proqnozları verməyə çalışırıq. Buyurun. Ermənistanda gedən seçkilərdən başlayaq, sonra keçək İran məsələsinə. Ermənistanda gedən seçkilər məsələsi məncə belə gedəcək ki, ən azından Koçaryan mütləq şəkildə gəlib tamamilə iqtidara sahib olmasa da artıq Paşinyana təsir göstərə biləsi bir gücdə parlamentdə təmsil olunur. Mən onun iqtidara tamamilə gələcəyini görürəm. Mən heç ehtimal etmirəm ki, Koçaryanın və yaxud da ki, ola bilsin ki, Rusiyanın hətta belə bir niyyəti məqsədi var ki, Paşinyanı tamamilə məğlub etmək məsələdə və iqtidar tamamilə Koçaryanın əlində. Bu gələcəyi hesablanmış addımlar ola bilər. Çünki biz bilirik ki, Rusiya sülh məramlıları 5 il ərzində Dağlıq Qarabağ ərazisində qalmalı idi. Ondan sonrasına əgər ki, tərəflərin etirazı olmazsa, bu halda avtomatik sürəti uzadılacaq. Dağlıq Qarabağ ərazisində. Mənə görə şəxsən bu ikisi arasında bir şəkildə bağlanması var. Nəzərə almalıyıq ki, 2025-ci ildə Azərbaycan Respublikasında prezident seçkiləri olacaq. Və indi Ermənistanda keçirilən seçkilər bitdikdən sonraki müddətdə o da gəlir təxminən düşür bu 2025-2026-cı illər ərəfəsinə belə deyil. Və həm 2025-ci ilin mart ayına qədər Azərbaycan və ya da Ermənistan tərəfi etirazı olub-olmadığında Rusiyaya bildirməlidir ki, Dağlıq Qarabağda qalsın qoşunlar, yoxsa yox. Yəni, hal-hazırda Koçaryanın fəallaşması şəxsən mənə görə mən 2025-ci ilə hesablanmış bir adam. Və bu adam gələ belə deyir, hər hansı bir şəkildə belə deyir, iqtidara bir təsir ola biləsi bir şəxsi çevrilsin ki, daha sonraki mərhələdə bir iş görə bilsin. Onun da ən rahat yolu məhz parlamentdə təmsil olmalı. Və parlamentdə müəyyən dərəcədə belə deyir, səs toplayıb əyləşəcək. Şayad əgər ki, Paşinyan iqtidarı buna qarşı çıxarsa, mənə elə gəlir ki, Ermənistanda heç də vəziyyət yaxşı olub. Yəni, Paşinyan düzdür, ehtimal etmirəm. Çünki Paşinyan ən azından məsələ sonuncu əgər ki, bayağı var ki, bu hərbiçilərin geri qaytarılması vaxtında Paşinyan məhz Rusiyaya minnətdarlığını bildirdi. Yəni, Paşinyan sadəcə olaraq, yəni belə deyək, Rusiya ilə yola geçməyə çalışır. Onu bilə çıxmağa çalışır və s. baxıra. İnanmıram ki, uğurlu alınacaq bir məsələ. Amma bu onu göstərir ki, yəni ki, sabahları əgər ki, Koçaryan və hər hansı bir şey ki, bu da Koçaryanı o səs toplayası olsa, ona yoluna daş qoyası deyil, ona maneçilik öyrədəsi deyil. Yəni, nəşr, halalca nəşəti varsa, onu böyük ehtimalla verəcək. Bu, gələcək hesablanır. 2025, 2026, 2024, bax bu ərəfələr. Bu yaxın müddətin məsələsi deyil. Bu Koçaryanın fəallaşması və s. Dəyişən nə ola bilər? Asılı dəyişən böyük bir şey görsəmirəm ki, olsun. Hərbiçilərin geri qaytarılması və yaxud da ki, bununla bağlı hazır ola bilər ki, məsələn, bizdə Kəlbəcərinlə bağlı xəritə verdiyi bu dəfə və yaxud da koridoru açırıq, nə bilim, sən də əsirləri verir, o hərbiçiləri verir. Belə bir söhbətlər ola bilər. Ciddi şəkildə nəyinsə olacaq. Məsələn, mən gözləmirəm ki, Türkiyə ilə çox ciddi səviyyədə hər hansısa bir vəziyyəti irəliləmiş qeydə alınsın. Çünki Ermənistan cəmiyyətində yəni bu son müharibədən sonra gedib
Azərbaycanla və ya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına cəhd bu belə deyim, öz ayağına güllə sıxmağa da ağla batan deyil yəni bu məsələ. Ondan əlavə belə deyək də, mən inanmıram ki, Qərb çox da fəallaşa biləcək bu regionda, yəni bu Ermənistanın vasitəsilə, Paşinyanın vasitəsilə. Bu da mümkün deyil. Trump iktidarı dövründə belə deyək, kifayət qədər addımlar atıldı ki, onlar geri çəkildilər, belə deyək. Və o boşluq qalmış yer, belə deyək də, Svetoy Mesopus'un müduvayətini yapayır. O yerdə də artıq olub belə. Yəni, Qərbin gəlib burada ömrə biləsi bir şeyi yoxdur artıq. Müəyyən dərəcədə cəhdlər olacaq, gələcəklər, səfər edəcək. Paşinyan da buna çalışıb göstərir. Mən nəyə ki, gözləməyini dəyəm. Qaldı ki, İrandakı seçkilər məsələsi. İranda seçkilər, mən əslində gözləyirəm ki, orada ola bilsin ki, iqtidar müəyyən dərəcədə bu son illərdə dünyaya belə deyək, açılmış və belə deyək, daha konstruktiv mövqe ki var idi, belə deyək. Bu bir bazı mühafizəkar elementlərin əvəzlədir ki, Qərb özü də bunun üçün kifayət qədər ciddi şəkildə şərait yaradır ki, İranda yenidən bu konservativ idarəetmə formalaşmağa başladı. Bu, ola bilsin ki, Əhməd-Necad dövründəki kimi çox sərt tonda, çox sərt mövqedə də olsun. Ola bilsin ki, o dərəcədə də olmasa, amma müəyyən mənada səhvli olsun. Yəni, mən açıq gözləmirəm ki, bu son bu yeni seçkilər ki gəlir, bu yeni komanda ki formalaşacaq İranda, onlar ruhani dövründəki kimi konstruktiv mövqeyi meyilli insanlar olacaqlar. Mən bunu gözləm tapacağım. Bu belə. Bu İranın ümumi özünə bağlı bir məsələ. Yəni, təbii İran daxil işidir. İran xalqına qərar verməli. Bunun bizə təsirləri nədir? Azərbaycan Respublikası ilə onsuz da İranın arasında istər belə deyək, hətta şərt belə deyək, Əhməd-Necad dövrü olsun, istər ondan əvvəl Xatəmi dövrü olsun, istər digər dövrlər olsun. Münasibətlər ilişki yoxuşlu gedir. Yəni, konkret olaraq demək mümkün deyil ki, pis olub Azərbaycan Respublikası və İran Respublikası münasibətləri və ya da tamamilə yaxşı olub. Söhbət burada siyasi rəhbərliklər arasında olan münasibətlər. Yəni, sıravi insanların heç bir problemi yoxdur, fərqi yoxdur ki, tanışdır, küzdür, tatlı, ləşki də vardır. Sıravi insanlar arasında heç bir problem yoxdur. Nə İran əhalisi ilə bu tərəfə qarşı, nə bu tərəfin İran əhalisinə qarşı problemləri oldu. Siyasi rəhbərliklər arasında zaman-zaman problem olub, daha sonra belə deyək, heç gözlənilməz şəkildə münasibətlər yumuşalıb. İstənilən halda Azərbaycan Respublikası ilə olası münasibətlərə biz əsasən baxmalıyıq ki, İranda gələcək bir yeni iqtidar ki var, onlar Rusiya ilə münasibətləri necə quracaq? Yəni, Rusiya ilə Moskva və Tehran arasında münasibətlərdən asılı olacaq Azərbaycan Respublikası ilə olası münasibət. Bu ikisinin arasında olası bir figurdur və başqa bir ola bilir. Təbii ki, burada Əliyev iqtidarının Qərblə münasibətləri məsələsiləri olur. Məsələn, mən ehtimal edirəm ki, əgər ki, məsələn, Nardaran hadisələri modelində müəyyən hadisələr görə bilərsə, bu Gəncədə baş vermiş hadisələr modelində bir şey baş verərsə, bu heç də Həsən Ruhani iqtidarı dövründəki Tehran-Bakı əlaqələri kimi heç də sükutla və yaxud da ki, o qədər də sərt olmayan tonda keçilir. Bu çox ciddi şəkildə buna bağlı belə deyək də, reaksiyalar ola bilər ki, olur. Mənim ehtimalım budur. Bundan əlavə mənim gözlədiyim bundan ibarət ki, bunun işaretlərini son illərdə biz görə bilərik. Necə ki, Türkiyə, Azərbaycan Respublikasında yaşayan Türklərin belə deyək, hamisi qismində çıxış etməyə başlayır. Həmçinin, məsəl üçün, biz Dağıstanda görə bilərik ki, necə ki, məsələn, Dağıstanda olan müəyyən qrupların Rutullardır, Satırlardır, Avarlardır, Ləşkilər, onlara bir növ hamilik etməsi kimi. İran tərəfi də, məsəl üçün, eyni qaydada Azərbaycan Respublikasında yaşayan Aryan xalqlarla bağlı belə deyək, hamilik etməyə cəhdləri ola bilənlər. Bunu da mən gözləyirəm. Sadəcə olaraq burada da bəzi nüanslar var. Birinci növbədə, məsəl üçün, mən Kürtlərə qarşı inanmıram ki, çox da böyük yüksək səviyyədə onların bir dəstəyi olsun, münasibət olsun. Buradakı İranın daxili siyasəti ilə bağlı bir şeydir. Türkiyə faktoru var, burada İraq məsələsi var və s. var.
taxtlarla bağlı açığı, yəni dəyişiklik ola bilər yeni belə bir İran administrasiyası tərəfindən. Ola bilər, ancaq ki, bunun üçün İran ilk növbədə öz mövqeyini dəyişməlidir taxtlara qarşı. Çünki burada bilirsiniz, məsələ bundan ibarətdir ki, Talış zonasının insanlarına, Şirvan zonasının insanları, belə deyək, mədəni cəhətdən, etnik cəhətdən, dil baxımından və s. bir-birlərinə çox yaxın olsalar da, amma düşüncə tərzi, həyat tərzi, mentalitet baxımından kifayət fərqli reallıq budur. Bunun bir sıra tarixi və siyasi səbəbləri olur. Yəni, bu artıq belə formalaşır. Və İranın çox asanlıqla, məsəl üçün, salam ki, Talışlara qarşı qoyduğu mövqeyi, onlara qarşı sərgilədiyi mövqeyini, o Şirvan əhalisi tərəfindən rədd edilir. Yəni, bunu İran nəzərə almalıdır və burada, belə deyim də, bir balaca Rusiyanın və yaxud da ki, Qərbin taktiki gelişlərindən istifadə etməli olacaq. Yəni, o ölkələr ki, necə ki, belə deyək, o cəmiyyətin nazı ilə olurlar, yəni sən, belə deyək də, o gəlib sənin, belə deyək, o evin içinə girib, televizorun yerini dəyişməyi cəhd göstərmirlər, belə deyək, yəni bu dərəcə irdəli getmir. İran o taktikasını dəyişməlidir. Əslində qalırsa, məsələn, taxtlar tərəfindən İrana qarşı yad və ögey mövqeyinin olması, ondan məsafəli çoxluqdan söhbət. Təbii ki, yaxın münasibət olanlar da qalır. O yad münasibətin olmasının səbəbi odur ki, müəyyən məsələlərdə İranın mövqeyi Şirvan cəmaatı üçün qəbul edilməz. Yəni, burada belə deyil də, o müəyyən kollektiv olarsa, yəni nə ruhani dövründəki kimi, belə deyil, tamamilə yad münasibət lazım. Nə də ki, Əhmədinəcad və yaxud daha əvvəlki dövrlərdəki kimi, yəni misalları deyil ki, olmayacaq duaya amindir. Nə də bu beləcə bir boş yerə cəhd edir. Yəni, çünki mən belə deyil, İranın Azərbaycan Respublikasından bağlı olan siyasətindən kifayət qədər maraqlanmışam. Uzun illərdir ki, yeniyetməlik dövründə mən İranın Azərbaycan dilli, Rus dilli və Türk dilli mediasını, radiolarını, televiziyasını izləyirəm. Və ona görə də mən bunu çox asanlıqla da, yəni tam məsuliyyətini ödəyirəm ki, 30 ildir İran İslam Respublikası etməli olduğu şeylər ki var və edə biləcəyi və nəticələrini görə biləcəyi şeylər ki var. Onları qoymuşdur bir qırağa. Tamamilə əsası olmayan və yaxud da heç vaxt alınmayacaq məsələlərlə bağlı müəyyən cəhdlərə əl atıldı. Müəyyən, demirəm, yəni pis niyyəti var idi bunda, yaxşı niyyəti var idi, hər neydi. Amma bu alınan deyil. Yəni bu nəyi ki eləyə bilərsən, o istiqamətdə hərəkət edəcək. Bax, o, əgər düzəlişlər olarsa, o zaman, təbii ki, bunun Azərbaycan Respublikasına təsirlərini biz görə bilərik. Amma burada kifayət düzəlişlər var. Talışlarla bağlı isə, yəni mən belə düşünürəm ki, kifayət qədər yaxşı olacaq münasibət. Biz ən azından, məsəl üçün, görürük bu, artıq səhvə təbrik edirəm bu münasibətinə. Talış dilinin tərbisinə başlanılıb Gilan vilayətində, yəni orta məktəblərdə və s. yəni ciddi səviyyədə yəni buna bağlı cəhdlər olur. Tehranda Talış küçəsində məsələn var və s. yaradırlar. Yəni Talış mövzusu kifayət qədər artıq aktuallaşıb yəni ki, belə ki, İran cəmiyyəti. Talış cəmiyyəti də bunu kifayət qədər belə ki, yüksək səviyyədə qarşılayır, yəni bu da çox normal bir şeydir. Və məncə bu artıq istiqamətdə də gedəcək, davam edir. Ancaq nəzərə alsaq, ümumən götürsək Azərbaycan Respublikasından, İran İslam Respublikası, yəni deyirəm, bu yeni administrasiyanın retorikasına asılı olan bir şeydir və mən gözləyirəm ki, nisbətən mühafizəkar təbəqə gəlmiş olacaq iqtidara, nisbi olaraq. Hətta ruhani və ya onun tərəfdarlarından kimsə seçilmiş, onun içində kimsə siyasi düşüncələrinə uyğun olası bir seçilmiş olsa, bu mühafizəkar nisbi şəkildə mühafizəkar olacaq. Buna Qərb özü şərait yaradıb, həm İranla bağlı olan siyasətlə, həm Rusiya ilə bağlı olan siyasətlə Rusiya və İranı yaxınlaşdırıb bir-birinə bu barədə ki, bu da onların daha da şərtli tələb edilir. Bu da var və təbii ki, Azərbaycan Respublikası iqtidarının atacağı addımlar. Yenə deyirəm, bəlkə ki, əvvəlki kimi, yəni ki, məsələn, tutalım ki, mən gözləmirəm ki, arada ayırdılar, dillə doyurdular şehri, bundan belə səsləndirirlərsə, ruhani iqtidarının vəziyyətində bu konstruktiv mövqeyi ki vardır, bu Malakeş mövqeyi ki vardır, təşkil yox, keçiləcək yox. Bunun mütləq bir şəkildə, yəni sən bunu etmirsən, mən də filan şey eləyəcəyəm.
məsələsi tipində cavabını alır. Yəni, və Azərbaycanın indiki iqtisadına baxsaq, dırnaqarası qələbə ki, burada nə qələbə var, nə məğlubiyyət var bu müharibədə. Bu atəşkəsdir, yəni bu müharibə bitmir. Qələbə müharibə bitəndə olur. Müharibə bitmir. Və belə deyək, bunun olmayan bir şeyin eyfariyası, üstə gəldi ki, belə deyək, bu isterik bir mövqe ilə və sarıqla, yəni mən gözləmirəm ki, bu İranda əgər həmin mühafizəkar və ya nisbi mühafizəkar bir iqtidar olarsa, heç də yaxşı olacaq yəni ki, 50 iqtidarı. Çünki vəziyyət artıq, belə deyim, o davam artıq darala gedir. Yəni Rusiyada artıq boğaza yığmağa başlayır yəni bu məsələdə. Qərbin də bütün dayaqları Rusiyada sıradan çıxarılır. Əliyev özü öz əli ilə sıradan çıxarır. İrandır, o da artıq yəni dəyişir, mövqeyini yavaş-yavaş və ümumiyyətlə dünyada gedən bir prosesdir. Yəni Azərbaycanın o balanslaşdırılmış siyasət adlandırdığı məsələ deyil, o balanslaşdırılmış siyasət deyil, o şpaqada siyasət. O bir ayağı qalmışdı Vaşinqtonda, o bir ayağı qalmışdı Moskvada. Onunla heç bir şey mümkün deyil. O 90'larda qaldı. Dünya artıq qruplaşa gedir. İndi bizi bunu bəyənirik, istəyirik, reallıqlara uyğun olaraq qərar. Mənim də çox şey xoşum gəlmir, amma neyim, yəni bu reallıq. Ona görə də mən açığı düşünmürəm ki, 50 iqtidarı kimi heç də yaxşı olur. Yəni belə. Çox sağ olun, minnətdarıq. Mən şəxsən öz adımdan, bizim tamaşaçıların adından sizə çox sağ ol deyirəm və sağ olun ki, bu qədər çətin vaxtda sizə də pandemiya orada Almaniyada biraz güclüdür, vaxt tapdınız və bizimlə bugün həm söhbət oldunuz və tamaşaçılara xatırladım ki, bugünkü verilişimizin qonağı əziz dostumuz TAT Milli Hərəkatının fəallarından biri olan, hal-hazırda Almaniyada mühacir həyatını sürən Nicat İmran idi. Sağ olun. Teşekkür ederim. Sağ olun.